Hər vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə ortalama 5 dəqiqə ərzində 30-40 manat pul qazandıracaq onlayn iş göstərəcəm. İşimizin məqsədi olduqca sadədir. Biz müəyyən şəkillərin arxa fonunu dəyişib, effektlər verib, animasiyalar verib 5 dəqiqə ərzində bu pulu qazana bilərik. Baxın, məsələn, örnək olaraq bu maşın şəklini dəyişib edirik bu cür və bunun qarşılığında yetəri qədər yaxşı miqdarda pullar qazana bilirik. Hər şeyi sizə sıfırdan göstərəcəm. Bunun üçün bizə lazımdır Fiverr saytı. Fiverr saytı haqqında yetəri qədər işləri paylaşmışam mən. Bu, dünyanın bütün ölkələrində insanların onlayn işləyib pul qazandığı bir platformadır. Yetəri qədər Azərbaycandan da işləyənlər var bu saytda. Hansı ki, dizaynerlər və yaxud bir çox işləri görüb pul qazanır insanlar. Bizim bugün baxacağımız iş onlayn işləyib, yəni belə deyək də, onlayn şəkillər düzəldib pul qazanmaqdır. Baxın, belə şəkillər düzəldirik və bunun qarşılığında qazanc əldə edirik. Mən əvvəlcə sizə örnək üçün, bir motivasiya üçün işi necə görə biləcəyinizi, yəni 5 dəqiqə ərzində ən sadə variantda hazırlamağı göstərmək üçün bir örnək hazırlamışam. Misal üçün, deyək ki, biz burada Fiverr saytına şəkil düzəldib pul qazanırıq, düzdür? Müştəri gəldi bizə, belə bir maşın şəkli verdi. Sadə bir, yəni bir dənə 07-nin şəklini verdi bizə. Və dedi ki, bunun arxa fonunu dəyiş, effektlər ver, keçidlər ver, mənə yəni təhvil ver bu şəkli. Bunun üçün ilk olaraq nə edə bilərsiniz? Gəlirsiniz ChatGPT-yə. Burada deyirsiniz ki, məndə bir dənə maşın şəkli var. Mən də belirləmişəm də eynən. Baxın, yazmışam. Məndə bir dənə maşın şəkli var, sadə şəkildir. Mən bunun arxa fonunu dəyişmək istəyirəm, effektlər vermək istəyirəm, animasiyalar vermək istəyirəm. Bunun üçün mənə bir dənə mətn hazırla. Yəni prompt yaz. Və qeyd etmişəm ki, mən bu şəkli Geminiyə göndərib sənin yazdığın mətnlə dəyişməsini istəyəcəm. ChatGPT də mənə belə bir prompt veribdir. Mən daha sonra gəlmişəm Geminiyə. Burada 07-nin şəklini göndərmişəm. Hansı ki, müştərinin mənə verdiyi şəkil. Hesabda belə sayaq da, müştəri verib bunu bizə. Göndərmişəm bura şəklini və gəlib ChatGPT-nin verdiyi mətni burada qeyd eləmişəm. Daha sonra mənə təhvil verdiyi şəkil budur. Görürsünüz? Yəni, bayaqki halına baxın, bir də indiki halına baxın. Yəni, bunu belə deyək də, süni intellekt əgər olmasaydı, bir dizaynerin bu iş görməyə, nə bilim, 4-5 saat vaxtı gedərdi bəlkə də, hətta daha çox. Amma siz Fiverr-dakı sizə verilən işləri süni intellektdə hazırlaya bilərsiniz. İndi gəlin buradakı işlərə baxaq, daha sonra mən sizə başqa bir örnək də verərəm. Misal üçün, tutaq ki, burada sizə müştəri bir ətir şəkli verdi. Dedi ki, mən bunu sadə telefonla çəkmişəm. Bunu sən müəyyən düzəlişlər elə, düzdür? İndi biz bir yerdə həmin şeyi də sizlə bir yerdə hazırlayıb süni intellektlə baxaraq görək necə olur. Baxın, burada yetəri qədər iş görənlər var. Təbii ki, bütün sahələr üzrə Fiverr-da yetəri qədər iş görən insanlar mövcuddur. Amma hər birinin sifariş sayı da möhtəşəmdir. Misal üçün, baxın, bu insan nə edir? Gəlin bunu gördüyü işə baxaq. Bu insan şəkillərin arxa fonu dəyişir. Elə baxın, bizimki kimi. Böyük ehtimal bu da süni intellektlə düzəldir. Yəni, Photoshop falan istifadə eləmir məncə. Baxın, bu şəkli belə eləyir. Daha sonra, nə bilim, belə kollektiv şəkili necə eləyibdir. Gördüyü işi çox da paylaşmıyor əslində. Bu şəkili belə eləyir. Və bunun qarşılığında 25 dollar pul qazanır. Bizim pulla nə eləyir? 40 manatdan çox. Və bunun deməli 2700-dən çox sifarişi var. Yəni 2700 sifarişi bir dənə 25-ə vurub özünüz də baxa bilərsiniz ki, bu adam nə qədər pul qazanıbdır sırf belə sadə işlərdən. Fiverr saytda belədir ki, müştəri sizdən sifariş verir və tutaq ki, siz sifarişi tamamlayıb müştəriyə təhvil verdiniz, düzdür? Pul köçür sizin saytdakı balansınıza və sayt da buradan öz komissiyasını çıxandan sonra sizin bank hesabınıza pulları köçürdür. Yəni birbaşa sizin qazandığınız pullar gəlir bank kartınıza, bank hesabınıza. Baxın, bu adam ən sadə qiyməti 5 dollara şəkillərin belə arxa fonunu dəyişir. Baxın, deyək ki, arxa fonunu silirəm, kölgə verirəm, rəngini dəyişirəm falan belə. Yəni, bu şəkili belə eləyir. Daha sonra, bu şəkili belə eləyir, məhsulların falan dəyişir. Gəlin, indi mən sizə yenə bir örnək göstərim. Misal üçün, biz bura yazaq, tutaq ki, bizə müştəri gəldi, ətir şəkli verdi ki, bu ətir şəklinin arxa fonunu dəyiş, yəni reklam üçün bir şəkil olsun, düzdür? Buraya elə gəlin, yazaq parfüm, yəni görək parfüm şəkilləri falan gəlsin. Tutaq ki, belə bir sadə şəkil gəldi də bizə. Belə bir şəkil. Gəlin bunu yükləyək biz kompüterimizə. Yüklədik. İndi gəlirəm bura ChatGPT-yə yenə eyni şeyi eləmək istəyirəm. Bura gəlib yazıram ki, məndə bir parfüm şəkli var. Aha, baxın yazdım. Dedim ki, məndə bir parfüm şəkli var. Bunun üçün
Mətin yaz, arxa fon dəyişsin, effektlər falan verilsin və reklam üçün şəkil halına gəlsin. İndi bu mənə belə bir prompt verdi. Gəlirəm bunu kopyalayıram. Keçirəm Gemini-yə. Burada həmin parfümun şəklini yükləyirəm və promptu altına qeyd edirəm. Göndərdim. Göndərdik. İndi gözləyək. Bütün işləri, sizdən müştəri video tələb elədi, şəkil tələb elədi, fərqi yoxdur. Süni intellektlər vasitəsilə düzəldib müştəriyə təhvil verə bilərsiniz. Yəni düşünməyin də ki, elə müştərinin niyə özü bunu gəlib süni intellektə hazırlamır. Ola bilər başı çıxmır və yaxud vaxtını sərf eləmək istəmir, pul da çoxdur, sifariş verir. Yəni o məntiqlə irəliləməyin. Əgər müştərilərin özü fikirləşəsi olsaydı, Fiverr-da yəni hər bu işi görənin 400, 500, 1000-dən çox sifarişi olmazdı. Deyəsən şəklimiz artıq tamamlanmaq üzrədir. Bu tamamlanan kimi gəlin burada yenə göstərim sizə. Baxın, hər birinin 600, 493, 287, 251, 1000-dən çox, yenə bu da 1000-dən çox. Hər birinin yetəri qədər yaxşı miqdarda sifarişləri var. Gəlin bir dənə saytı yeniləyək. Baxaq görək, hazırlaya bildimi. Yəni bu işlərin hər birini süni intellektlə düzəltmək olur. Baxın, görürsünüz nə qədər möhtəşəm. Bir dənə baxın buna, sadə şəkildə, yəni bir dənə fərqi özünüz baxın. Əvvəlki halı budur. Sonraki halı isə budur. Görürsünüz, çox əla. Yəni müştərilərin bunu bəyənməmə ehtimalı yoxdur. Əgər belə bir şey deyim, burada görürsünüz süni intellektin şəkli var Gemini-nin. Bununla nə edirsiniz? Buradan yığışdırmaq üçün. Yükləyirsiniz kompüterinizə, yaxud telefonunuza, fərqi yoxdur. Yükləyəndən sonra gəlib eyni şəkili ChatGPT-yə göndərirsiniz ki, burada Gemini-nin loqosunu sil. Silir, sizə təhvil verir. Yəni vəssalam, bütün işləri sadə şəkildə görmək olur. Hər biri asandır. Məncə yəni bir problem yoxdur şəkilləri o hazırlamaqda və yaxud işi başa düşməyinizdə. Həm telefonla, həm kompüterlə bu işləri hazırlayıb təhvil vermək mümkündür. Bütün hər şeyi izah elədim sizə. Bir dənə qaldı ki, sizin gəlib burada işi görüb pul qazanmağınız. Tələbəsinizsə, işdən əlavə vaxtınız varsa, boş vaxtlarınızı bu cür dəyərləndirə bilərsiniz. Gəlin işinizi paylaşın, $10 məsələn qiymət qoyun və gözləyin müştərilərin sifarişini. Təbii ki, bunun üçün də müştərilərin sizə sifariş verməsi üçün də. İşinizi paylaşandan sonra burada üstünlüyünüzü qeyd eləyin və burada siz örnək şəkillər qoymalısınız ki, yəni mənim əl işim bunlardır. Örnək şəkillər hazırlayın, qoyun 4-5 dənə ki, mən bunu bu cür elədim. Yəni məsələn, mənim burada düzəltdiyim maşın şəklini tam belə örnək kimi qoymaq mümkündür də. Və yaxud elə bu parfüm şəklini, yəni bunu bu hala salmaq sadə bir iş deyil. Amma mən sizə ən sadə variantını göstərdim. Bu cür gənclər, nəyəsə də başa düşməsəz, yenə çalışıram sizə köməklik göstərim. Rəylərdə yaza bilərsiniz və yaxud bizim Telegram qrupumuza qatıla bilərsiniz. Orada çalışaraq ki, sizə ətraflı köməklik göstərək. İzlədiyiniz üçün təşəkkürlər.